Növbəti sualda deyilir ki, mənim atam ölüb, qohumlarımdan isə müsəlman məhrəmim yoxdur, yaxından tanıdığım bir bacının zövcəsi mənim vəlim ola bilərmi? Anam razı deyil, anamın razılığı olmadan ailə qura bilərəmmi? O vəlilik edə bilərmi? Deməli, sualın cavabı belədir. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, vəlisiz nikah batildir. Diqqət edin, vəlisiz nikah batildir. İndi baxarıq, o dediyiniz adam vəli olmağa haqqı çatırmı? Əlbəttə ki, yox. Vəli qan qohumlarından olmalıdır. Ata, əmi, baba, qardaş, oğul, bu cür kişi xeylaqları. Yoxdursa, ana səni böyüdüb, ananın halallığı olmalıdır, ananın xəbəri olmalıdır. Ana ilə məsləhətləşməlisən. Ana ilə məsləhətləşib, qərara gəlib, ondan sonra yaxın qohumlardan bir kişi xeylağını vəli seçib, sevdiyin adamla ailə qura bilərsən. Amma xəbərsiz, razılıq almadan bunu eləmək, bu İslam dininə zidd olan əməllərdəndir.